Hamıya salam aleykum dostlar. Sizlə Johnny və biraz xəstələnmişəm. Burnum zadım axır. Saçımı da ona görə qıxdırmıram. Bilirəm indi komment yazasınız ki, öz hörməti ilə saçını qıxdır. Nəysə, mən istəyirdim ki, günlük vlog çəkim. Bilirəm ki, bir çoxunuz da gözləyirsiniz, nə bilim, yuxudan duranda, nə bilim, dişimi fırçalıram, jim vururam. Bura Netflix zat deyil. Başa düşürsüz, yəni lütf zat mən görəsiniz. Ona görə də bizdə elə bir şeylər yoxdur. Videonu indən like edirsən, komment bir dənə qəşətsənə, yox, onu axıra saxla o kommenti. Kanala abunə ol. Olmayıbsansa mən səni tapacam IP adresindən. Sən ondan ürəyini sıxma. Kurtqamızı geyinək. Bu kurtqadan bezibsiz, bilirəm. Prosta hava soyuqdur. Mən nə edə bilərəm? Çıxıb gedirəm indi, taksi vurmuşam. Gedim Kreml tərəfə. Oradan da biraz sizə Kremli göstərərəm. Ay yazıq, Azərbaycandan başqa nə görürsən? Yazıq. Ona görə göstərin, bir gör, gözün görsün. Gəlin sizə arvadımı da göstərim. Xaşıva gələm, ha? Boynu yağıncı adam, durum, yoldaşımı reklam eləyim burada sizə. Başqa var, nə səhv salmayın. Bizdə elə şey yoxdur. Yoldaş reklam eləmək zar. Mesela çıxaq tez bazar gedək. Ayaqqabını da çək. Çox bahalı ayaqqabıdır. Dəhşət. Yəni qışda polunu sürüşür. Neçə dəfə yıxılmışam, az qala bir yanım sına. Taksi gəlib ucu çatır. Ona görə də çıxaq. Mənə bax yazıq. Bir dənə sumkam var. Bundan da bezibsiz. Amma kommentdən yazır ki, bir sumka var da çıxart da. Az qala yəni çimendədir. Mən bu sumkanı taxam. Bilirəm bezibsiz. Daha getdik. Getdiyimə tələsirəm. Çıxışım da səndə. 1 saat boyunca gözləməli yerlər. Evin sahibi buradadır. Yuxarıdan kamera da çəkir. Elə bir yerdə qalırıq ki, oğruçda adam bilmir neynəsin. Yəni elə bilərsiniz ki, nə bilim, Moskvanın çöllüyündə qalıram. Bu oğlan Moskvanın ancaq centrində qala bilər. Getdik. Prosta inciməyin, özüm göstərməyəcəm, yəni necə deyim. İndi deyəsiniz ki, ancaq külələyirsən. İstəmirəm harada qaldığımı göstərəm sizə. Çünki burada da mənə bezdiribsiz. Əvvəl mən Şestay Radialnada qalırdım. Böyle ancaq gəlirdilər orada uşaqlar, görüşürdüm, edirdim. Heç mən demirəm, görüşməyə xoşlamıram. Prosta görüşüşü yorulmuşdum, başa düşürsünüz. Ona görə yerimi dəyişdim, indi başqa tərəfdə qalıram. Ona görə də biraz diqqətli olun. Onu like edib kanala abunə olun. Xahiş edirəm. Nəysə, gedək taksiyə minək, ondan sonra baxarıq. Bəli, gəldik, çatdıq Kremlə. Gördüyünüz kimi indi arxasındayıq. Beləsinə. Bir də saatımız, kuledir, nədir o? Gəl arxamıza indi, qoy gəlsinlər. Bir də o avtobus göstər, çox maraqlı avtobus. Yaxınlaşdır onu. Qısa yol, gəl. Yoldaşım da məndən küsüb, gəl. Çünki bayaqdan görürəm, danışmır. Deyəm, niyə danışmırsa? Taksini vurub dünyanın o biri tərəfinə. Mən də psix dəli adam, psix bizdən, yəni gic. Başa düşürsünüz? Başladım, bir əsəbləşdim, elədim, ona görə küsübdür. İndi gülür orada, maşennik, ona, gəl, yürü. Deməli, hava dəhşət soyuqdur, yəni qarın olmamağına baxmayın, biraz qarlar var da. Bir dənə papağı geyinim, bu papağı geyinəndə yoldaşım demişdi ki, Mesut komisərə oxşayırsan. Baxın, bir dənə oxşayıram Mesut komisərə, ya yox, bir dənə komment yazarsınız. Bir dənə karusellər yox idi. Bir dənə gəl. Burada karusellər yox idi. Burada da Azərbaycanda necə olur, soyuq əllər, isti ürəklər, zad elə şeylər. Burada da yeni ildə olurdu, amma indi nəsə karsel qoyublar. Gəl. Sözümü deyirdim, yarımçıq qoydu. İnsan nə bilim, yaşayır da cəmaat bir dəqiqə. Gəl. Gəl sizə göstərim buraları. Oranı yaxınlaşdır, çox qəşəng görsənir. Gəl. Xahiş edirəm, gəl. Əsəbilən pozsun, gəl. Gəl bura. Deməli, baxın, burada da isti əllər, soyuq ürəklər zadlar. Ona oxşar bir iki. Tərsinə dedim, ha. Qum yarmarkası, gəl. Baxaq görüm, içəridə nələr var. Mən də deyirdim ki, yəqin gələcəm buraya, alacam Zefsin dediyi pox püsürləri. Qutaracıq söhbəti. Burada belə suvenirlər zadlardır. Bir də buna bax. Rəngarəng.
Bizdə tarqovu da eləyəndə hamısı taxta. Bir dənə kofe alaq heç olmasa, kofe içək. Mənim kartım səndə idi. Mənim kartım ha? Hə, səndə? Səndə bir imkan ver, dur da bir yerində də. Bax, kartım görsənmədi, gəl. Baxın, kofe harda var burada. Camaat yeyib içir. Sən arxamda düş. Onlar çaylardı nəsə, qış çayı zat. Çay, miyot. Bir dənə gözlə. Çay 200 rubl, bir də bağlı çay 250 rubl, 5 manat. Dur, gəl belə. Soxurlar. Konkret soxurlar. Zefir в şokoladı. Sənə çay alım cəhənnəm, içirsən? İçmirsən sən çay. Artıq rasxat deməncə də, gəl. Salam aleykum. Tamam, брат. Чай есть, брат? Да, есть. Да, брат, чай с медом. Нет, мед нигде нет, брат. Мед нету? Нет, Блин. А кофе есть? кофе рядом. Где рядом? Ага. Тут? Да. Спасибо. Че, брат, тут чай yok. Здравствуйте. Кофе есть? Есть американо, капучино, латте. Латте. Это у вас есть. Давайте капучино. Капучино. Один? Да, один с 2 сахарами. Или сахар я сам? Сами, все. Карты. Buradan baxıram, fırlatmaq istəyirəm, pul görsənir. Vəziyyət pisdir. Спасибо большое. Aha, все, сахар. Pesoksuz istəyəcək, belə. Mən buna kapçını dedim, axı, bu latte deyil. Yox. Куда выбросить? Ага, все, спасибо. Mən baxmıram, uşaqdır, qadındır, fərqi yoxdur. Bir dəfə sual verdim, içirsən? Yox dedim. Belədir ki, özün bilərsən. Gəl. Oralara girməyək də, gedə işlərimizi əllə eləyək sonra. Sonra gələrik bura. Sizə maraqlı olsa, kommentdə yazın, gələrəm bura, çəkərəm. Mesut komiser küçələrdə. Gəl. Yazıqsın, amma bir qurtum iç. Allah sən belə qırsın, iç. Allah sən bəla versin, iç. Ona görə mənim tək küçələ çıxıram da, artıq rasxotdur yoldaşından çıxanda. Gəl. İçsən? Təvsiyyədir bəsindir, gəl. Bura deməli uşaq qumdur. Deməli biz quma girib, onun arxa çıxışından çıxmalıyıq ki, mən istədiyim o börböcük var da, Zevs demişdi, onu almaq üçün. O videoda i butonunda, yox, nə i butonunda, sabah gələcək. Nəysə, girib Zevsin kanalına baxacaq, Zevsi belə reklam eləyəcəm, dur, belə mənim qoz... Gəl. Zdrast. Mən elə bir adamam ki, yəni adam yoldaşını çöldə qoyar da, başa düşdünüz, belə bir adam, belə bir oğraş adamam mən. O dədəm sözdür, mən belə bir oğraş adamam. Dədəm də baxır Yusuf, dədəm mənim fanatımdır. Yəni görürsünüz bura necə bomboş mağazindir, biz nəyə görə? Bunun bir dənə plus var ki, çox bahadır, ona görə heç kim girmir mağazinə qorxusundan. Deməli, mən soyuqdan donuram kişi, -8, -10 dərəcədir. Cəmaat marojna yeyir. Hələ siz qışda buranı görəsiniz. Dekabr ayında burada yeni il vaxtı
Nə boyda sıra olur. Bir 30-40 nəfər düzülüb marojna yeyir. Mən donuram. Dekabrda mən danışanda mənim təkdə nə olar? Yoldaşımsan, niyə başqa söyüş söyəmirəm? Bilirsən ki, yemək elə bir adamım ki, ancaq söyürəm. Burada artıq söhbət eləməyək də. Deməsinlər də, nə oldu elə, bu adam elə hamını söyür, yoldaşını da söyür. Lazımdırsa, durub oradan gülür maşenlik kimi. Hansı tərəfdən çıxmalıyıq? Gedək də Allahın köməlini tapacaq. Bir yer sizə göstərmək istəyirəm, bir də yaxınlaş bura. Bura. Yəni dədəm bura gəlsəydi, elə bir dədəm üçün bura cənnət idi. Yəni dədəm üçün bura var cənnət, araq, beğu qadan bura. Ona bax bilə. Bir dənə putulkanın boyunu göstər. Yəni dədəm bunu bir yarım saat içib qutara bilərdi, o dərəcə bir insandır. Gəl. Kofeni içirdim, tökdüm. Əsəblərim pozulur, gəl. Aha, burada deməli qumun arxa tərəfidir. Balaca bir Targov kimi şey oxşuyur burada. Nə deyirlər? Elə bəlkə də ora ilə birləşir bura. Adı nə idi oranın? Arbat. Gəl, Arvat, gəl. Bir dənə buna baxın, bir də mənim boyuma baxın. Uzaqdan götür. Qoy bilinsin nə boydadır. Getdik. Hava dəhşət soyuqdur deyə. Bir dənə buranı yaxınlaşdır. Baxın belə balaca krablar var. Bir dənə bundan götürəcəm. Bu nədir var? Bu nə olan şeydir? Kitayların mağazinidir deyə. Amma bunlarda səncə yumurtadır deyəsən bunlar. Nəyinsə yumurtası. İğrənc şeylər var. Bu heç bu kalmardır. Bunu yeyirik yəni. Mən də yeyirəm kalmar. Bu nə olan şeydir? Bu nədir elə səncə? Nəyinsə bağırsağı zaddır deyəsən. Buna bax. Buna nə deyirdilər? Yadımdan çıxdı bunun adı mənim. Çərtkədir, nədir? Bunları mən heç vaxt dadına baxmayacağım. İndi Zevs fikirləşir ki, mən bunun dadına baxacağam, amma heç vaxt. Amma yenə də bundan da bir dənə götürməliyəm. Deməli, buna bax indi. Sənin canı, bir dənə bunun biabırçığına bax. Toyuq ayaqları. Toyuqdur, nədir böyle? Deyəsən, ördəkcə ayağıdır. Çox iğrənc şeylər var burada, çox biabırç şeylər var. Buna bax, sən də, bu nədir? Bu nə olan şeylərdir belə. Sonra burada çox şey var idi. Hanonla oyda bu acılıdır. Toyuq ayağıdır bu da, acılı toyuq ayağı. Bu nədir? Maun nə idi bu? Bir dənə yaxınlaşdırma. Bu nəyə ola bilər? Billə. Bu deyəsən ördəyin bağırsağı idi. Soruşmuşdum mən qızdan, elə demişdi deyəsən, ördəyin bağırsağı. Burada balaca asminoq vardı, nədir? Kalmardır, nədir? Balaca nədirsə, amma baha bir şey yox, 450 rubl, yox, ucuzdur. Bu ikisini götürürəm, o heç. Sonra nə var? Ay belə, bu nə iğrəncdir belə. Bud. Yəni bunu belə yeyir yəni Kitay var. Bundan başlar gedib Allah'ın da olsun. Belə bir böcüyü də tapdım. Bilinmir nə deyə qaş bunlar. Heç belə böcüklər Azərbaycanda yoxdur. Nəinki bunu götürüb yeyərlər. Yəni olsa da yeməzlər. Yəni bizim millətin belə ağız dadı tamamilə qəşəngdir yəni bunlara baxanda. Burada nələr var? Bir dənə bax görüm bax. Çək bura var yaxşısına. Bu nəyinsə ürəyidir deyəsən. Bu nədir elə marina və kalmar saf. Ha, yox kalmardır bu da. Arxada nəsə var, yox. Burada ucu yaxınlaşan kimi bir dənə qoxusu vurur adamı. Ancaq burnuma axır, üzürlü sayınır, burnuma səs çıxarsa. Ha, bu xaş kimidir deyəsən. Bilinmir, inəyin nəmnəyidir, bilinmir bu da. Marağı deyil. Ən maraqlısı bu üçüdür. Bu üç dənə şey maraqlı. Belə şeylər də var. Kitayvarın zadın. Belə oynamaq üçün zadi, quruşka var zadlar. Amma yəni bizim temamız o deyil bugün. Bugün bizim temamız odur ki, börböcüyü tapaq Zevsə verək.
Dəhşət adamlar çoxdur, soxa-soxdur. Ona görə rahat video çəkəmirəm. Bir dənə buranı çək. Görsənsin. Bax imkan vermirlər. Bax millət var. Bir dənə arxanı çək, bax sıranı. Bir dənə sıraya bax. Bax balaca mağazində amma hər şey doludur. Bax binən buna. Bundan götürmüşdüm, bunun balacaları idi prosta. Bu nədir? Bu da krevetkadır deyəsən. Prosta kapçonla krevetkadır. Bu kalimarda heç bu bütün mağazinlərdə demək var. Buna bax bu şeydir. Korolevski krevetkan deyəsən suşonlusu, yəni turşu şey də var. Nə deyil? Ondan da nəysə də əsəblərin pozisiyası. Sonra nə var burada maraqlı? Bu nə ilan balığıdır bu, nə deyil? Bu deyəsən ilan balığıdır balaca. Oxşuyur ona. Balalarına oxşuyur. Bir də onu deyim, kommentdə də yazarsınız zəhmət olmasa. Əgər sizə maraqlı gəlsə, alıb çəkərəm. Bir dənə çipslərin böyüklüyünü göstər. Paçkaları çox böyüdür, dəhşət. İstəyirəm, əgər maraqlı gəlsə, sizin üçün alıb onu çəkərəm. Yəni maraqlı gəlsə də, yəni maraqlı gəlməsə belədir ki, mən nəysə. Gəl beləsini keçək. Sonra nə götürək? Telefon niyə qoymuşdun ki ora? Sən necə yoldaşdın? Mən telefonu niyə orada qoyursun? Sizdən bir dənə şəklini çəkim gözlə. Gördüm. Adi, narkomanlar üçün. Özlərini avlatmaq üçün şey edirlər də o. Plefitasiya deyirlər, nə deyirlər ondan? Bu nədir elə? Belə maraqlı şeylər var, yox. Hər şeyi göstərməyəcəm. Əgər maraqlı gəlsə sizə o bir videolarda göstərərəm. Yox, qəşəng şeylər gəlib. O da həmən gələndə elə də maraqlı deyildi. 2250. Deməli vurduq 287 rubeldir. Bu chicken hit combo balacasını götürək, böyük lazım deyil. Deməli kartofel free sredniy. Bir də bir şey deyim ki, burada mən KFC-də alıb eləyəndə McDonald's-da bilmirəm, deyəsən burada da var. Bir də görürsünüz ki, burger vurursunuz, içindən bikon çıxır, yəni donuz əti. Deməli sos lazımdır, sos lazımdır da. Bir dənə də sos seçək, pendirli anı qutarda da. Ha, bu yazıqdır, yoldaşıma da bir dənə bir iş alım, bu acından ölür. Tamam, kartofel free. Aha, kartoşka, kartofel free. Kartofel free malinki orta boyu, yazıqdır, orta alın. Su da lazım deyil sos, çünki sosumuz götürmüşük. Sən sok götürmədim ha? İkimiz də içərik sok. Yazıq biz kasıb ailəyiz biz güya. Bu nədir elə? Hə, bu nədir var? Pirinçdən başda kasosdur, vazimiz vakator. Hə, vakator anı 72. Ana bax 72 promo rəqəmdir, sabun rəqəmi. O boyda şey aldım 397 rubl. Nə qədər edir 397? Hardasa 7 manat, yaxşıdır məncə. Oturaq ucu. Sonra tamam, gəldi menümüzdə. Mən indi yeməyimi yeyim. Siz də ona üçün videonu bəyənib, komment atmağı yaddan çıxartmazsınız inşallah. Deməli uşaqlar aldıq. Deməli nələr aldıq onu deyim. Zevsin kanalında olacaq. Deməli donuz qulağı, qurtlar, böcüklər, əsl tarakan. Yəni ürəyimiz nə istəyirsə Kitay mağazinindən aldım. Mən bir çox şey aldım orada. Dəhşət çox şey var idi. Yəni heç bir yadımda deyil demək var bu qədər şey. Hamısı hardasa bizim pulla bir 70-80 manat pul tutdu. İndi sonra çıxıb gedəcəm Zevskirə, çünki videonu çəkməliyik. Məncə maraqlı bir şey eləməyə çalışdım. Yəni o qədər də maraqlı olmasa da ki, belə mənim qozuma ki. Nəysə, videonu bəyənib komment atmağı yaddan çıxartmayın. Kanala da abunə olmuşsa kanalıma abunə olun. Öpürəm sizi, özünüzə yaxşı baxın. Sağ olun.